Deməli uşaqlar, gəldik çatdıq sifətlərin dərəcələrinə. Bu mənim üçün ən maraqlı mövzulardan biridir. İndi bunu sizə çox sürətli və çox rahat şəkildə izah eləyəcəm. Deməli, bəzi sifətlər var. Biz hansı ki bunları öyrənmişik. Məsələn, deyirəm good, bad, hot, cold, beautiful və interesting. Belə bir xətt çəkirəm. Bunları da uzaldıram axıra kimi. Bunlar nə deməkdir? Deməli, baxın. Sifətin dərəcəsi var. Müqayisə dərəcəsi. Yəni, adı üstündədir. Müqayisə edirsiniz nə isə və sifət olaraq müqayisə edirsiniz. Deyirsiniz ki, məsələn, mən səndən daha yaxşıyam. Bu stol o stoldan daha yaxşıdır. Ya da mənim maşınım sənin maşından daha bahalıdır. İki şey müqayisə edib hansının daha olduğuna qərar veririk. Və o dahaları istifadə etmək üçün sifətin müqayisə dərəcəsi bizə köməyə gəlir. Məsələn, 3 hissəyə bölmüşəm. Bunlar nəyə lazımdır? Burada ən belə adamın ətini tökən bu ikisidir. Qalan hamısı rahatdır. Çünki bunlar kökündən dəyişirlər. Amma elə ən çox istifadə olunanlar demək olar bunlardır. Deməli, good olur better. Okay. Daha yaxşı deməkdir. Məsələn, mən desəm ki, mən daha yaxşıyam. Siz deyəcəksiniz ki, I am better. Yəni, mən daha yaxşıyam. I am better. Okay, better. Daha sürətli deyəndə. Bad üçün isə worse. Yəni, worse yazılır. Bu da better yazılır, əgər oxunmursa. Bu isə daha pis deməkdir. Məsələn, deyirəm ki, bu dərs daha pisdir. Ya da bu dərs daha yaxşıdır. Müqayisə edirəm nə ilənsə. O dərsi də gördüm, amma bu dərs daha yaxşıdır. I saw that lesson, but this lesson is better. O dərsi gördüm, bu dərs daha yaxşıdır. Bunlar kökündən dəyişdilər. İndi bunlara baxın nə rahatdılar. Bunlar tək hecalılardır. Bax, hot, cold, tək heca. Big, tək heca. Bir də var beautiful. 2 və daha çox hecalısı var. Interesting ya da expensive. Daha çox hecaları var. Deməli, tək hecalılara sonuna er artıracağıq. Hot deyil, olacaq hotter. Məsələn, bu otaq daha istidir. This room is hotter. Bu otaq daha soyuqdur. This room is colder. Okay, er artıracağıq. Üstünlük dərəcəsində, üzr istəyirəm, bu çox hecalılara neyniyəcəyik? More artıracağıq, amma əvvəlinə deyəcəyik ki, more beautiful. Məsələn, this girl is more beautiful. Bu qız daha gözəldir. This lesson is more interesting. Bu dərs daha maraqlıdır. Bax, more interesting deyəndə özünüz təkrar edin və onu hiss edin ki, more interesting, yəni daha da yaxşıdır bu. Başa düşdünüz? İndi burada bilməli olduğunuz bir dənə balaca məqam var. Deyirik ki, məsələn, I am better səndən demək üçün than istifadə eləyəcəyik. Than yazılır. Məsələn, I am better than you. This computer is more expensive than yours. Tutdunuz temanı. Həmişə biz deyirik ki, məsələn, this computer, bu kompüter is, to be-ni qoyduq, expensive. Bu kompüter bahalıdır. İndi deyirəm ki, this computer is more expensive than yours. Yours əvvəlki dərsdən bilirsiniz. Səninki, isimsiz işlənən yer yal. This room is hotter than outside. Bayırdan daha istidir bu otaq. Deyə bilərik ki, you are better than me. Sən məndən daha yaxşısan. Than istifadə eləyəcəyik. Tamam. Bu müqayisə dərəcəsidir. Növbəti dərsimizdə isə üstünlük dərəcəsini öyrənəcəyik. O da çox maraqlıdır. Demək olar ki, bir-birlərinə çox oxşardılar deyə çox rahat şəkildə gedəcək. Növbəti dərs görüşərik. Özünüzə yaxşı baxın. Hələlik.